Hansı ixtisası seçim ki, gələcəkdə süni intellekt işimi əlimdən almasın? Əgər səndə də bu sual yaranırsa, gəl sənə kömək edək. Hazırda bir çox gənclər ixtisas seçimi edə bilmirlər. Çünki süni intellektin onların işini əlindən alacağına və məzun olduqdan sonra iş tapa bilməyəcəklərindən gileylənirlər. Ekspertlər deyirlər ki, bu mövzuda ən ideal seçim kompüter elmləridir. Bəziləriniz deyə bilər ki, axı proqramçılar da AI tərəfindən əvəzlənəcək. Amma kompüter elmləri üzrə öyrənilən bacarıqlar gələcəyə ən uyğunlaşan bacarıqlardır. Təbii ki, AI proqramçıların gündəlik işini köklü şəkildə dəyişəcək. Kodları yazmaq və onları tətbiq etmək AI sayəsində daha asan və daha sürətli olacaq. Amma kompüter elmləri sayəsində öyrəndiyimiz bacarıqlar, algoritmlər, sistem dizaynı və problemləri həll etmə istənilən gələcək dünyası üçün uyğunlaşacaq. Bir şeyə əminik. 10 ildən sonra dünya kompüter və AI-ya daha da bağlı hala gələcək. O dövrdə hansı işlərin mövcud olacağını dəqiq bilməsək də, cəmiyyəti idarə edən texnologiyaları öyrənmək sizi hər zaman üstün mövqedə saxlayacaq. Uzun sözün qısası, seçə biləcəyiniz bir çox ixtisas var. Amma texnoloji yeniliklərə uyğun bacarıqlara fokuslanmaq ən ağıllı seçimdir.